Səhifə 173. Hı hı. Dəqiqə. Bir dəqiqə topluğunu açın, başlayaq. Səhifə 173 dedin, hə? Bəli, müəllimim. Müəllim 175 müəllim. Rəqəmi Necə? səhv görmüşəm. 175 müəllim, rəqəmi səhv görmüşəm. Birinci mövzunu işləmişdik də keçən səfərdə. Bəli, müəllimim. Bu mərkəz bucağı. Yaxşı deyin görək. Buradan neçəyə baxaq? 15 müəllim. 15. Çevrənin mərkəzi daxilə çəkilmiş BAC bucağının AC tərəfi üzərindədir. Deməli, mərkəzini burada daxilə bir bucaq çəkməliyik BAC. Mərkəzi də AC-nin üzərində olsun deyir. Bu da BAC bucağı, düzdür? Bizə veribdir ki, AC 18-dir. BAC bucağı 60 dərəcədir. AB-ni tapın. Ay uşaqlar, bunu belə birləşdirsəm, demişdik vətərlərin ucları diametrə birləşirsə, aralarında qalan bucaq neçə dərəcə olur? Hə, uşaqlar? 90 dərəcə. Bəli, dedik ki, vətərlərin ucları diametrdəsə 90 dərəcə olur. Burada onda 30 qalır da, elə 60-30. 30-un qarşısı betonun yarısı olurdu da, 9. Bəli, müəllim, başa düşdüm. Vəssalam. Y variantı 9. 19 var mənim. 19. Firuzə, 19-dan əvvəl var səndə? Ay müəllim, mən bunu işləməmişəm. Yadımdan çıxmışdı. Onun üçün güvəndən işlədim mən ədəd silsilə, həndəsi silsiləni. Hə, bəs bunu niyə işləməyibsən? Gələn səfər işləyərəm. Vallahi yadımdan çıxmışdı ay müəllim. Hə, yaxşı. İşləyərsən onda səhvlərə bax ki, dərsi başa. Oldu. Oldu Bunu mən. deyəsən bazar günü keçmişdik, sən qoşulmamışdın. Yəqin ona görə. Sınağa getmişdi axı. Bəli. Burada x-dir. Mərkəzi bucaq qövsə bərabər olurdu. Burada onda 60 dərəcə olur. Daxili bucaqdan da 2 dəfə böyük olurdu. Bu daxili bucaqdır. Təpəsi çevrənin üzərində görürsünüz. Onda burada 2x olur bu qövs. İndi bizə görə nə deyir? Deyir ki, AMB-nin BNC-yə nisbəti 3-2-yədir. Yəni bu 3K-ymış. Bura 2K. Buradan mən K-nı tapsam 20. Gətirib burada yerinə qoysam 40. Bu 40-dırsa x də 20 olmalıdır da. Çünki qövsdən 2 dəfə kiçik götürməliydik axı. Vəssalam, x-i soruşur 20. Aydındır. Bəli, müəllim, başa düşdüm. Sonra neçə var? 25 var mənim. Yo, 27 mənim, 27-dir.
Mərkəzi O nöqtəsində olan çevrədə ANB qövsünün dərəcə ölçüsü bura 46 dərəcə olarsa, ABC bucağını tapın. Ay uşaqlar, diametr çevrəni yarı bölür. 180 bura saxlayır. 180 də digər tərəfə. İndi mən burası 46-dırsa, bu AC qövsünü tapmaq üçün nə edirəm? 180-dən bu 46-nı çıxıram. Qalır 134 dərəcə. Və bura. Fikir versəniz, bu ABC bucağı da 130-lərdə söykənən daxili bucaqdır da elə. Biz də demişdik ki, daxili bucaq qövsdən 2 dəfə kiçik olmalıdır axı. Görürsünüz, ucları 134-dədir. 134-ü 2-yə bölərəm onda. Eləyər neçə? 67 dərəcə. Cavab B variantı. Başa düşdüm müəllim. Bildiniz? Başqa? 34 var müəllim. KB toxunandır. BA vətəri KBC-nin tən bölənidir. KBC hanı? Bura. Bunun tən bölənidir də. Bunu yarı bölüb belə. BA da 12-dir. Bura 12-dir. AC-ni tapın. Gəlin görək nə tər tapa bilərik. Deməli, bizə veribdir ki, BA vətəri KBC-nin tən bölənidir. Yəni, bu bucağa bərabərdir. İndi bunu nətər yazsaq yaxşı olar. Ay uşaqlar, bu bucaq bu qövsə söykənib, bu alfa. Bu birisi də bura söykənibdir. Bucaqlar bərabərdirsə, qövslər də bərabər olur və həmən qövslərə söykənən vətərlər də bərabər olur. Bu vətər onda bu vətərə bərabər olmalıdır da. Yəni, bura 12 ilə burada avtomatik 12 olur. Vəssalam. Görürsünüz, nə asan sual imiş. Bir dənə nəyə əsaslandıq yazdıq biz? Bərabər qövslərə söykənən vətərlər də bərabər olur. Bərabərdir. Belə. 37 müəllim. 37. Uzunluğu 10 sm olan vətər çevrədən 90 dərəcəli qövs ayırır. Vətəri çəkək. Məsələn, buradan bir vətər çəkirəm. Bura 90 dərəcədir, deyir. Sonra nə deyir mənə? Çevrənin mərkəzini qeyd eləyək. Bu bucaq, ay uşaqlar, bu çəkdiyim bucaq 90-a söykəndiyinə görə və mərkəzi bucaq olduğuna görə elə 90 dərəcə olur, düzdür? Bəli müəllimə. Yaxşı. Buralar da bərabər olur da, çünki hər ikisi radiusdur axı. Yəni, bərabər yanlı düz bucaq almışam, mən belə çıxır ki. Vətərin uzunluğu 10-dur. Onda radiuslar 5 kökçə olur da. Nətər tapdım? Onu kökçəyə bölməklə. Bu da eləyir. İrrasionallıqdan azad etmək üçün kökçəyə vurdum hər tərəfi. Mən birbaşa yazdım. İşləmək prinsipi bu şəkildədir. Siz də şifahi tapıb yaza bilərsiniz. Yəni, bizdən istəyir çevrənin mərkəzindən vətərə qədər olan məsafə. Bunu istəyir də elə. Burada 5 olur ay uşaqlar. Çünki biz demişdik ki, perpendikulyardırsa onu yarı bölür. Bu 10 olan vətər yarı bölündü 5-5. İndi burada bir dənə də düz bucaqlı 3 bucaq alınır. Fikir verin. Hipotenuz 5 köküdsə katetlər 5-5 olacaq da. Bu katet 5 isə burada 5-dir. Elə məsafə 5. B variantı.
Başa düşdüm mən. Burada elə bil düz bucaqlı, üç bucağa aid tapşırıqlar daha çoxdur. Fikir verirsiniz. Bitdi müəllimə. Hı -hı. Hı -hı. Neçə kimi idi ki? 50-yə kimi? Yəni müəlliməyə qədər vermişdiniz. Hə, gəlin onda axırlardan nümunələr işləyək. Axıra kimi yazarsınız. Gələn səfər neçə test var burada qrupdan baxım. 92 dənədir. Axıra kimi bunu yazarsınız. Mən bəs çevirim Test- mütəmadi parçalar bir kəsənin xassı. Onlar verəcəksiniz. Hə, onu da keçəcəm. Onu da keçəcəm. Sadəcə onun tək nömrələrini götürərsiniz. İstəyirəm ki, bunları test tutaraq, sonra təkrarda baxarıq bir də. Buraxılış imtahanına az qalıbdı. Funksiyanı keçək. Yaxşı müəllim. Bunlardan sadəcə onsuz buraxılışda çox dərin düşmür də buraları. Deməli, baxaq. Burada qalmışdım da mən. Məsələn, 66-ya baxaq. Nümunə üçün. Gələn səfər dərsdə olun hamınız inşallah funksiyanı keçərik. Mərkəz. Birin birləşdirək. M nöqtəsində kəsci, burada C-dir. Deyir ki, mərkəzi O nöqtəsində olan OMC bucağı 70 dərəcədir. Buranı 70 dərəcə verir. Yaxşı, başqa nə verib bizə? AC-onu verib 30 dərəcə. Buranı 30 dərəcə veribdir. Başqa BAC bucağını soruşur. Ay uşaqlar, bura 70-30-dursa, 3 bucağın daxili bucaqlardır da. Bura qalırmı 80 dərəcə? Çünki üçü bir yerdə mənə 180 verməli idi də. İndi bu 80-dirsə, bunun söykəndiyi qövsə baxın, ucları beynəlcəkdədir. Mərkəzi bucaqdır, burada 80 olur. Bu bizdən soruşduğu BAC də ona söykənən daxili bucaqdır. Ona görə onun yarısına bərabər olur 40 dərəcə. Cavabımız. Gördünüz? Yəni, asan da çevirir. Həqiqətən asan. Balaca diqqətli olmaq. Müəllimə 71-in qaydasını yazmışdıq keçən səfər. Gəlin indi yadımıza salaq yenə. Vətərlər arasında qalan bucaq necə tapılırdı? Qövsləri neyniyib yarı bölürdük? göstərməm çıxıb yarıya bölürdük. O kəsənlər arasındaydı. Yadınızda saxlamaq üçün də dedim ki, kəsənlər olanda çıxasınız, kəsmək, çıxmaq da bənzər işlərdir. Bəli. Vətərlər arasında olanda daxildə qalıb deyə toplayasınız. İndi Müəllimə. bax sənə veribdir ki, buranı N verib, buranı K, buranı L. Deyir ki, bu qövslərin dərəcə ölçülərin nisbəti 2K, 4K, 5K, 7K-dır. Gəl üstünə yazaq 2K, 4K, 5K, 7K. Toplam bunlar neçə verməlidir bizə? Hə, uşaqlar? 18. Ay, uşaqlar 18 nədir? Deyirəm ki, üç bucağın daxil bucaqların cəmi neçə verməlidir? Mən çəkdim müəllim. 3 buzan 180. daxil 180 müəllim. 360 çevrədir bu çevrə. Toplayanda neçə eləyir? 18K bərabərdir 360-a çevir. 360 dərəcə deyilmi ay xanım? Tam bucaq. Bəs buzaq demədiniz müəllim. Mənim Bucaq üçün dedim. Nə üçbucaq bilim, çevrə yazıram, saçıb çevrə demək üçbucaq demişəm. Çevrə yazmışam. Siz də bir baxın ki, üçbucaq deyim mən.
Beynim qarışıb. Hə, burada K-nı 20 tapdım. İndi nə lazım idi bizə? AMB bucağının dərəcə ölçüsü. AMB burada elə vətərlər arasında qalan bucaq. Gətirək qövsləri tapaq. 100 bura eləyir, 5-i 20-yə vurdum. 40 da bura eləyir. Bunun qarşısında dayanan qövslərdən gedir də söhbət. Bir bu qarşısında, bir bu qarşısında. Heç nə dedik ki, toplayıb yarı bölürdük də. 40 üstə gələ 100 bölə 2. 70 dərəcə. Aydındır. Bəli, bəli mən. Hı. 77 nədir? Bir dənə də bundan. Bunu yazmayayım. Yazarsız alınmasa mən izah eləyərəm. 76-ya baxaq. Bir dənə olanları istəyirəm yazmayayım ki, özünüz bir dəfə baxasınız da buna. Deməli, CDA mərkəz B. BAD bucağını, BAD haradır bura? Ümumi. Verib neçə bizə? 78 düzdür. ACD bucağını, ACD haradır bura? Verib 54 dərəcə. CAB-ni tapın. CAB buranı soruşur. Sırf buranı. İndi ay uşaqlar, bura 54-dürsə, bunun söykəndiyi qövs olur bunun 2 qatı, yəni 108 elə. Bu AD qövsündür. Düzdürmü? Onda buradan bura qalır 180 çıxaq 108. Niyə 180-dən çıxdım? Çünki bu diametr çevrənin yarı bölüb də. Oldu mu 72 dərəcə? Bu qövsə qaldı. Bu qövsədə nə söykənib? Uclarına baxın CD, yəni bu bucaq. Qoy başqa rənglə göstərim bu bucaq. Bura oldu 72-nin yarısı onda 56 dərəcə. Çünki daxili bucaq daxı yarısına bərabər olmalıdır. Buranı da mən bilmirdim də x-dir. Vəssalam 36 plus x bərabərdirsə 78-ə. Buradan x-i tapıram 42 dərəcə. Vəssalam. Başa düşdüm müəllimə. Hı. Gəlin 89-a baxaq. Konsentrik çevrələr verib bizə, iç-içə yəni. Onu B, N, D. Kəsdiyi nöqtələrdə biri A-dadır, biri C-də. Deyir, OA-nın AB-yə nisbəti 2-nin 3-ədir. Bura onda 2K-dırsa, bura 3K-dır. AB burada. AMC-nin BND qövslərin uzunluqları, bax qövsün uzunluğu deyir ha. Diqqətli olaq. Qövslərin uzunluqları cəmi 42-dir. BND qövsünün dərəcə ölçüsünü tapın. İndi fikir versəniz, bu qövslər eyni bucağa söykənir. Bax, bu bucağa. Alfaları eynidir. Qövsün çevrənin uzunluğunu tapaq. Gəlin biz. Hər bir çevrənin uzunluğunu. Balaca çevrənin uzunluğu 2πr düsturuna əsasən r-in yerinə 2K yazıram. Radiusu 2K-dır gördüyünüz kimi. 4πk. Düzdürmü? Bəli, müəllimə. Böyük çevrənin radiusu isə 5K-dır da ümumilikdə. Yenə 2πr düsturuna əsasən bu dəfə r-in yerinə 5K yazıram. Olur 10πk.
İndi ay uşaqlar, uzunluqların nisbəti neçədirsə, bu daha doğrusu hadi uzunluqlarının nisbətinə baxaq da, görək ki, bunların cəmi niyə 42 olubdu? 4 pika, 10 pika. K'lar getdi, pi'lər getdi. Bunları da ixtisar etsəm 5-də 2. Deməli, uzunluqlarının nisbəti neçə olmalıymış? 2-nin 5-ə. Bir qövsün uzunluğu 2K'dır, bir qövsün uzunluğu 5K'dır. Toplam neçə olub? 42. 7K 42-dirsə, K da olur 6. Bizdən soruşur BND-ni. BND o böyük olan tayıydı da 5K. 5 vur 6 eləyir 30 santimetr. İndi gələk biraz açıqlama verək ki, burada mən niyə çevrələrin uzunluqlarının nisbətini qövslərin uzunluqlarının nisbətinə götürdüm. Çünki bilirsiniz ki, çevrənin uzunluğu ilə qövsün uzunluğu düz mütənasib asılıdır. Biz tənasübü həll edəndə də görürsünüz, düz mütənasib asılıqla eləyirik, çarpaz. Ona görə də çevrələrin uzunluğunun nisbəti neçədirsə də, qövslərin uzunluğunun nisbəti də elə olur. Buna əsasən yazmışam mən. Yaxşı? Bəli, müəlliməm. Bir dənə də gəlin 92-yə baxaq, keçək yeni dərsə. Diametri AB olan yarımdairə üzərindəki K nöqtəsinə bərkidilmişdir. AK və BK qollarının uzunluqları dəyişə bilər. Bu zaman K nöqtəsi yarımdairə üzərində hərəkət edir. Hərəkət zamanı alfa bucağının dərəcə ölçüsü 40 dərəcə ilə 60 dərəcə arasında dəyişirsə, bura ay uşaqlar, bilirsiniz ki, 90 dərəcə olmalıdır. Çünki ucları diametrdədir bu vətərlərin, düzdür? Buranın ağı 90 dərəcə yazaq. Və deyir ki, alfa bucağı var, bura. 40 ilə 60 arası dəyişir. Yəni 40-da ola bilər, 41-də, 42-də, 43-də bu mənada deyirdi, ta ki 60-a qədər. İndi əgər 40 olsa, bura 50 qalacaq, düzdür? Niyə? Çünki düzbucaqlı, üçbucaqda biz bilirik ki, bu iki bucaqların cəmi 90 dərəcə olmalıdır. Yaxşı, onda beta üçün aralığı yazaq da, hansı aralıqda dəyişirsə. 40 olanda 50 olursa, 60 olanda da 30 olacaq. Ən kiçik 30, ən çox da 50. 30-50 aralığında dəyişir də. Bildiniz nəyə əsasən yazdım? Birincisi bildim aralarındakı bucaq 90 dərəcədir. Deməli düz bucaqlı üç bucaqdır. Sonra da 90-dan çıxaraq tapdım. Aradakı qiymətləri yazmağa ehtiyac yoxdur da. Yəni bizə uc nöqtələrini soruşurdu ki, hansı aralıqda dəyişir. İndi gəlin yeni mövzumuzu keçək. Çevrədə mütənasib parçalar. Burada nə nəzərdə tutulur? Əslində bəzilərini bilirsiniz artıq. Əvvəlki dərslərin içində keçmişik. Birincisi bilmək lazımdır ki, toxlana çəkilmiş radius yazaq bir dənə. Toxunana çəkilmiş radius hökmən ona perpendikülər olmalıdır. Bax, hardan çəkirsən çək, nə vəziyyətdə çəkirsənsə çək. Bunu qeyd eləyin ki, toxunana çəkilmiş perpendikülərdir toxunan. Bax, məsələn, bu birinci sualda da ona aid bir sualdır. Burada görürsünüz AB toxunandır. Bu da OB də nədir? Radiusdur da. Ona əsasən sən o dəqiqə bura düz bucaq işarəsi qoymalıydın. Ondan sonra gəlin yazaq üstündə. OB-yə yazırıq 6. BA-ya yazırıq 8.
Ay uşaqlar, 6, 8 Pifaqor əsasən bura neçə olmalıdır? 10. Bəli, 10 olmalıdır. Burası da 6-dırsa, bəs AK-ya nə qaldı? Bizdən AK-nı soruşur. 4. Hı. Vəssalam. AK oldu 4. B variant. Sonra gəlin toxunan və kəsən arasındakı əlaqəyə baxaq. Qayda. Toxunan və kəsən. Müəllim, Yəni bir dənə vətənin gərdiyi qövs nə deməkdir? nə? Vətənin gərdiyi qövs. Vətənin Kəsdiyi ucları olan qövsdə, vətənin ucları məsələn söykənən qövsdə belə. Bu qövs məsələn vətənin gərdiyi qövsdür. Kəsdiyi də. Başa Bəli düşdüm. də, yəni çevrədən ayırdığı. Ucları hardan harayadırsa ora. Başqa sözlə desək. Deməli, çevrə xaricindəki nöqtədən bir dənə toxunan çəkirəm, bir dənə də kəsən. Toxunan adı üstünə çevrəyə bir nöqtədə toxunur, onu kəsmir. Kəsən də bax 2 nöqtəsindən keçir. Görürsünüz, kəsib onu. Toxunanın uzunluğuna A desəm, kəsənin burada qalan hissəsinə B, burada qalan hissəsinə C desəm, yəni daxildə qalan hissəsinə. Diqqətlə baxsaz görərsiniz ki, kəsənin ümumi uzunluğu B üstəgələk C-dir. Düzdür? Belə bir düstur var indi. A-nın kvadratı, yəni toxunanın kvadratı bərabərdir. Kəsənin xaricdə qalan hissəsi vuraq kəsənin ümumi uzunluğu. Vəssalam. Bu toxunanla kəsən arasındakı düsturdur. Bəli, toxunan və kəsən arasındakı əlaqə düstur. Və məsələn, 6-cı sual buna aiddir. İndi gəlin 6-cı sualı yazaq, görək ki, tətbiqi necə olur. Görürsünüz, bir xaricdəki hər hansı bir nöqtədən bir dənə toxunan çəkib. Toxunanın uzunluğu 6-dır deyir. M-in 4-dür. MP-ni soruşur ümumi uzunluğu. Buranı bilmirəm, X daxildəki hissəni. İndi düsturumuzu tətbiq eləyək. Dedik ki, toxunanın kvadratı bərabər idi. Kəsənin xaricdə qalan hissəsi 4+2. bəli. Bizdən heç X-i soruşmurmuş əslində. Elə birbaşa MP yaza bilərik də bura. Hə? Bilmirəm ki, X-i mən soruşmur ki, onsuz. Elə birbaşa MP yazaq da. 36 bərabərdir 4 vur MP. MP-ni də buradan tapsam 9. Bura 9-dur. Hə, buranı soruşsa burada 5 yazardın, amma soruşmur. 9 C variantı. Sonra bir nöqtədən çəkilən toxunanlar bərabər olur. Bu qaydanı da qeyd eləyin. Yazıram. Bir nöqtədən çəkilən toxunanlar bərabərdir. Yəni bu nə deməkdir? Çevrə xaricində bir nöqtə götürürəm. 2 dənə toxunan çəkirəm. Birini belə, birini belə. Bura bərabər olur. Bax, bunu yadınızda saxlayın həmişə mütləq. Sonra qayda, kəskin və tərlər. Bunu bilmirəm, keçən səfər yazmışdıq, yoxsa yox. Kəskin və tərlər. Çevrənin 2 vətərini çəkirik. Bunlar kəsşir. Kəsrəndə görürsünüz, müəyyən hissələrə ayrılır. Bura A, bura B hissəsinə ayrılırsa, bura C, bura D hissəsinə ayrılırsa, yadda saxlayın. Bəli, A vur B, C vur D-yə bərabər olur. Yəni, bu ayrılan hissələrin hasili bərabər olur. Qısacası. Asan bir qaydadır. İndi gəlin buna aid bir sual yazaq. Məsələn, 10-cu sual buna aiddir deyə bilərik.
Çevrədə kəsişən vətər 12 biri, deməli 12 və 18 hissələrinə ayırıbdır. Fərq yoxdur, hansına yazsız yaz. Məsələn, mən buna yazıram 12, 18. Digəri də deyir 3, 8 nisbətində bölünür. Yəni, bura 3K yaz, burada 8K yaz. Qaydaya saysan biz dedik ki, 3K-nın 8K-ya hasili bərabər olmalıdır 12-nin 18-ə hasilinə. Bura eləyir 24K 9-dur. kvadratı bərabərdir. Aha. İndi mən hər tərəfi 12-yə bölsəm 2 qalar. 2-yə də bölsəm 9. K kvadrat olur 9. Bəli, nəyin kvadrat 9-dur? 3-ün. İkinci vətərin uzunluğunu soruşur. 8K, 3K. Toplam 11K eləyir ay uşaqlar. K-nın da yerinə 3 yazanda 33 eləyir də. D variantı. Başa düşdüm Bildiniz? mən. Bəli. Hı -hı. Gəlin bir dənə 15-ə baxaq. Radiusu R-ə bərabər olan çevrəyə çəkilmiş toxunanlar arasında qalan bucaq. Deməli, 2 dənə toxunan çəkməlisən də, toxunanlar deyir. Böyle çəkək toxunsun da. Bunlar arasında qalan bucaq 60 dərəcədir. Allah eləyim imtahana belə asan düşə. Narahat olmayın, imtahana hamısı çətin düşmür ki, əvvəllər yuxarıları lap asan olur, sonra biraz ortada. Bax, bəlkə imtahan stresindən, uşaqların gözündə böyütməyindən elə bilirlər ki, çox çətindir. Kəsişmə nöqtəsindən, toxunanların kəsişmə nöqtəsi burada. Çevrəyə qədər ən qısa məsafə. Bu ən qısa məsafə söhbətlərini biz bir dəfə demişdik də. Bu ən qısa məsafədir bura bax, bura qədər. Bunu uzatsan da ən uzun məsafə olur da məntiqlə fikirləşəndə. İndi bunu radiusa qədər gətirirəm. Burası, bax bu qırmızılayacağım hissəsi ən qısa məsafədir, düzdürmü? Mən buradan radius çəkirəm toxunana. Niyə? Çünki qayda bilirəm ki, mən toxunana çəkilmiş radius ona perpendikulyardır. Çalışıram ki, orada düzbucaqlı üçbucaq alım, işim asanlaşsın. Bu da yarı bölünür 30-30. Niyə yarı bölünür? Çünki bərabər yanlıdır axı bu. Bayaq demişdik ki, bir nöqtədən çəkilən toxunalar bərabər olur. Aha. İndi bura 30-dursa, burada 60 dərəcə qaldı. Başqa nə verib ki bizə? Hə, buranı R vermişdi. Bu 30-un qabağı R-dirsə, hipotenuz olur 2R. Burada R idi. İndi o qırmızını tapsam mən 2R-dən R-i çıxmalıyam. Burada olur nə? R. Vəssalam. Ən qısa məsafə oldu R ilə. Bu qədər. Kimə harası qaranlıq qalsa soruşa bilər. Yəni bunu axıra kimi verirsiniz? Baxım neçə dənədir ki burada? Bəli, 53 dənədir. Axıra kimi yazarsınız bunu. Amma tək nömrələrini yazın da. Çünki başqa tapşırıq da verəcəm. Tez-tez bunları aradan çıxardaq. Təkrarda dərindən baxarıq bir də. Sən neçənci qrup idin Firuzə? 5 müəllimə. Hə, onda sənin elə fevral deyirəm, martdan da sənə ehtiyac yoxdur da onda. Bəli. Elə biləm hələ bloksan, deyirəm təkrardan sonra dərindən baxarıq. Hə, onda sənə təkcə buraxılışlıq lazımdır elə. Bəli müəllimə. İşte bunları tez-tez keçək, onda buraxılışa qədər məlumatın olsun hamısından. Buraxılışdan sonra indi 10-cu sinifə biz yenə hazırlaşacağıq müəllim. Siz istəsəniz hazırlaşa bilərsiniz, amma Firuzəyə ehtiyac yoxdur da, o 11-ci sinifdir. Ona görə deyirəm ki, indi sizin vaxtınız var da, hələ gələn iliniz də var. Deyirəm bunları tez-tez keçək ki, məlumatda olsun, imtahanda düşənlərdən yaza bilsin də. Deməli, belə bir suala baxırıq. 32. Çevrə xaricindəki A nöqtəsindən çevrəyə AC və AB toxunanları çəkilmişdir. AB-yə C-nin perpendikulyarı çevrəni E nöqtəsində kəsir. Deyir.
C nöqtəsindən AB-yə CM perpendikulyarı çəkilib. Çevrəni E nöqtəsində kəsir. BM 2-dir. Buranı yazaq, üstünə yazım. Bura 2-dir. Yaxşı yazdıq buranın 2. Emal 3-dür. Bura onda 5 oldu elə ümumi. Onda bu toxunan da 5-dir də. Bayaq dedik ki, bir nöqtədən çəkilən toxunanlar bərabər olur. AC də AB-yə bərabər olduğuna görə. Yaxşı, başqa nə bilirik biz? Burada buna baxın, düzbucaqlı üçbucaq aldım. Katetin biri 3-dürsə, hipotenuz 5-dirsə, katete nə qalır? 5'in kvadratı 3, 4, plus kvadratı. Yox. 3, 4, 5-də olmağını, amma yadınızdan çıxıbsa belə baxaq da. 3-ün kvadratı üstə gəl x-in kvadratı bərabərdir 5-in kvadratına, hipotenuzun kvadratına. Buradan x-in kvadratını tapsan 16, x də olur 4. X-i 4 tapdın. İndi bura 2-dirsə, burada da toxunan və kəsən var. Diqqətlə baxsanız. Bu toxunan 2-dir. Bu kəsəndir, görürsüz? Məndən soruşur nəyi? Z-yeni, kəsənin daxildə qalan hissəsini. Xaricdə qalan hissəsini bilirəm, yox, y deyirəm. Qaydanı yazaq. Toxunanın kvadratı bərabər idi. Kəsənin çöldə qalan hissəsi vuraq, kəsənin ümumi uzunluğu. Ümumi uzunluğunda 4 tapmışdıq bayaq. 4 bərabərdir, 4 vuraq y-ə, y də olur 1. İndi ay uşaqlar, bura 1-dirsə də, burada 3 qalır da. 4-dən 1 çıxdım, 3 qaldı onda yuxarıya, C-yə. C-m 4 idi axı. Yəni 2 dənə qaydadan istifadə eləmişəm. Bir Pifaqordan istifadə elədim, 4-ü tapdım. Bir də toxunan və kəsənin xassəsindən o yazdığımız qaydadan. Bir də burada heç qabağıma çıxmadı o ona aid sual. Bəlkə də görmüşəm, gözümdən qaçıbdı. Ona aid də bir dənə qaydasını yazım düsturunu. Kəsənlər arasındakı əlaqə. Toxunan və kəsəni yazdıq. Kəsənlər arasında əlaqəni yazmadıq amma. Dedim sual çıxsın elə yazım, o da çıxmadı heç qabağıma. Yəni bax 2 dənə kəsən çəkilsə nə edirsiniz bəs? A olsun, B olsun, C olsun, D olsun. Bu kəsənin ümumi uzunluğu A üstə gəl B olur. Bu kəsənin ümumi uzunluğu C üstə gəl D olur. Bax bənzəyir buna, sadəcə burada ikisi də kəsəndir də, diqqətli olun. Burada da kəsənin çöldə qalan hissəsi vuraq kəsənin ümumi uzunluğu bərabərdir. Yenə kəsənin çöldə qalan hissəsi vuraq kəsənin ümumi uzunluğu. Vəssalam. Bax, yəni gördüyünüz kimi bənzər qaydadır. Qırx 48-ə baxaq bir dənə. Xaricdən toxunan iki çevrənin radiusları 3 və 12-dir. Bu çevrələrin ortaq toxunma nöqtələri arasında məsafəni tapın. Birini biraz balaca çəkək. Əməlim burada 12-dən 3 çıxacaq. Bilmirəm, baxım görüm nə deyirik. Böyük yerdən kiçik yerə çıxırıq. Ortaq bu ortaq toxunanın toxunma nöqtələri arasında məsafəni tapın. İşləmək lazımdır bunu. Görək nətər olur. Ortaq toxunanlarını çəkdim, ikisinə də toxunsun deyir. Toxunma nöqtələri arasında məsafə. Bax, buna burada toxunub, buna burada toxunub. Mən buranı axtarıram. Nə bilirəm toxunan haqqında? Toxunana çəkilən radius ona perpendikulyar olurdu. Ona görə 2 dənə radiusumu da çəkirəm ki, bu perpendikulyarları görüm. Bunun radiusu 3-dür, bunun radiusu 12-dir. Buranı da belə birləşdirsəm, 3, 12, 15 eləyir elə. Bunu paralel köçürtsəm buraya uşaqlar, bu axtardığımı x-i. Belə düzbucaqlı üçbucaq alaram burada. Özüm paralel köçürdüm ki, düzbucaqlı üçbucaq alım. Başqa nə edə bilərik? Burada 3-dürsə, burada 3-dür. Bura 9 qalır onda. 12-dən 3 çıxdım 9. Düzbucaqlı üçbucaq aldım, görürsünüz? Katet x-dir.
9'dur. Hipotenuz da 15'dir. X-in kvadratı üstə gələk 81 bərabərdir 225'ə. Buradan x-in kvadratı nə eləyir? 144, 12. Vəssalam. Bura 12'ymiş. Aydındır? Bəli müəllimə. Aha. Bizə dəqiqə uşaqlar. Dəqiqə. Müəllimə səsiniz bağlıdır. Yadımdan çıxıb açmaq. Bir də sizə deyirdim ki, bir PDF göndərəcəm. Orada ümumi təkrar suallar var. Bunlarla yanaşı onu da işləyərsiniz 5-ci günə. Onsuz buradan tək nömrələri dedim ancaq yazmağa. Onu işləyərsiniz, baxaq görək ümumi bütün mövzulardan nə çətinliyiniz var. Keçmədiyimiz şeylər var orada. Amma indi deyəcəm, düşdükcə biləsiniz. Ay müəllim, 11-in buraxılışına Hə. kombinezon Düşür ha. Düşür də deyirəm, qoy görək bu il bəlkə düşməyəcək. Abituriyent jurnalına baxmaq lazımdır. Abituriyent jurnalı var məndə. Axşam baxıb deyərəm, görüm bu il düşəcək, düşməyəcək. Heç baxmamışam. oldu mu? Aha, burada AB AY-yə bərabərdir. Bura bərabərdir. O da C-yə bərabərdir. Bura. AF 2-dir. DF haradır? DF 6-dır. Hə, bura F-dir. Nə yazmamış? 6-dır. B-yə nədir? B-yə tapın deyir. X bilmədik deyə. X dedim. Burada 2-dir də onda. Çünki AB A-yə bərabərdir demişdi axı. İndi burada mən bir toxunan gördüm. Bir də kəsən. Fikir versiniz. İndi tez ağlıma gəlir ki, toxunan və kəsənin arasındakı o əlaqədən istifadə edeyim. Toxunanın kvadratı bərabər idi. Kəsənin çöldə qalan hissəsi vuraq kəsənin ümumi uzunluğu. Ümumi uzunluğu da 2, 6, 8-dir. Yox, nəsə səhv oldu. Nəsə səhv oldu. Mən AB-ni verib mənə AY-yə bərabər. Bu AY-yə bərabərdir deyir. Ona görə deyirəm, axı belə düz gəlmədi, məntiqsiz oldu. AY-ni mən bilmirəm axı neçədir. Bura X-dir. Onda AY olur 2 plus X. Yazıram ki, onda 2 plus X-in kvadratı bərabərdir. Kəsənin çöldə qalan hissəsi 2. Vuraq kəsənin ümumi uzunluğu 8. Yəni X plus 2-nin kvadratı bərabərdir 16. Nəyin kvadratı 16-dır? 4-ün. X də olur 2. B yeni tap deyir bizə. Bir dəqiqə. Bu X deyil ha. Bunu buradan silək. İndi onu nədən istifadə edib tapırıq? Bir dəqiqə. Mən X buranı tapmışam. 2 üstünə yazaq. Burada da görürəm kəsişən vətərlər var. Bu arada bura 6 idisə, burada 4 qaldı da. Ümumi uzunluğu 6-dırsa. Bir dəqiqə. Hə, bax. Burada 2 idisə, çıxdım 4 qaldı. Y-dəyə. İndi heç nə kəsişən vətərlərdən istifadə edək də. Bu arada mənə demişdi ki, AB də bura bərabərdir. Buranın 2 plus 2 4 tapdımsa, burada 4-dür. BY-ni bilmirəm indi neçədir? A deyirəm BY-nin uzunluğuna. Kəsişən vətərlərə əsasən bölünmüş hissələr nədir? A vur 4 bərabərdir. 2 vur 4. 4-lər getdi, hər tərəfdən A da oldu 2. Fikir verdiniz, 2 qaydadan istifadə eləmişəm. Bir toxunan və kəsəndən,
Bir də kəsişən vətərlərdən. Aydındır? Bəli, mən başa düşdüm. Bu qalsın bir dənə. Bunları o şeydə keçərik. O ümumi atacağım sınaqların içində bunlara aid sual düşdükcə düsturlarını deyəcəm, yazarsınız. Çünki oturub bunu yazsaq çox uzundur. Çatdıra bilməyəcək. İmtahana da 1 ay qalıbdır. Ümumi sınağı işləyək. Funksiya mövzusunu bir keçəcəm. Çünki oradan mütləq şəkildə 2 dənə, 3 dənə sual düşür. Buradan birinci hissədən başqa mövzumuz qalmayıb. Bir dənə sizə o ümumi sınağı atım, elə oradan biraz göz gəzdirək. Fiqurların sayısı ikinci hissədədir. Bəli, onu da deyəcək. Prosto çalışıram ki, vaxt azdır deyə çox düşmə ehtimalı çox olan sualları seçək işləyək, mövzuları seçək işləyək ona kimi. Məncə Ondan sonra nətər? Məncə trigonometriya girir. Trigonometriyanı da keçəcək. Nətər? Girdik orada 2 həftə onun içindəyik yerə. Trigonometriyanı bax Firuzə, indi açıq deyim də, sən onsuz bloka hazırlaşmırsan. Sənə o qədər çox dərinliyə lazım deyil orada. Çox dərindir trigonometriya. Trigonometriyanın içindən seçərik, sadələşdirmə suallarını işləyərsən. Bir də sadə tənliklər var. O tənliklərin həlli gəlib buraxılışa düşür. Onları öyrənsən, trigonometriya aid elə düşən sualı yazarsan. Yəni buraxılışa gətirib trigonometriyadan onsuz belə dəhşət çətin bir sual salası deyil. Elə sual olur ki, yaza bilirsən rahat. Mən də seçəcəm, o hissələrini işlədəcəm. Ona da 2 dərs seç getməz. Bir dəqiqə, burada indi sizə hansını atım? Sənə atmışdım o ümumi buraxılış sınağı. Elə onu atıram. Sənə də başqa bir dənəsini də atacağım 20 neçə suallıq. Həftə sonuna onu işləyərsən. Bunu da uşaqlarla bir yerdə. Oldu müəllim. Bir dəqiqə, indi qoy bunu. Məndə də başqa belə sınaqlar var. Atım qrupa. Ümumidir. Bəli. Hə, ümumidirsə göndər. İndi mən buradan suallar seçib deyəcəm. Ekran görünür sizə. Su bağladım. Görünür mənim. Hə, biri yaza bilərsiniz, biri. Yoxsa mən deyim. Müəllimə, burada Mən biri də deyir ki, nöqtəsində kəsir də, aparıb x-in yerinə a plus üstəgələ 4-ü qoyacaq. Y-in yerinə də a plus 5 qoyacaq. İndi elə qoysan işin çətin olacaq da. Sənə burada ipucu verib ki, ordinat oxunu. Y. Ordinat oxu Y oxudur. Nəyi kəsirsə digəri 0 olur. Həmişə yadda saxlayın. X Ordinatı kəsirsə x 0-dır. X də buradır da. a plus 4-ü 0-a bərabər edir. Bəli. X-in yerinə 0 qoy onda sən burada. Burası 0 olur. Y nəyə bərabərdir onda? A plus 5-ə. 0-ın üstünə 4a minus 7 gələndə elə 4a minus 7 elədi. İndi A-ları bir tərəfə yığaq, ədədləri bir tərəfə. Görün nə asandır. Bu, məsələn, bu sırf buraxılışa düşə biləcək bir funksiya sualıdır. A-da oldu 4. Gətir yerinə qoy, B-ni tap. B-də oldu -1. Gördünüz? Yəni, bunu qayda kimi qeyd edin dəftərinizə ki, nəyi kəsirsə, digəri 0 olur. Ordinatı kəsirsə, ordinat Y-də x 0 olur. Absisi kəsirsə, absis x deməkdir. Y 0 olur onda. Bu trigonometriyadır, bu heç. Bunu keçib deyəcəm. Tənliyin həllidir. Cəmizdən tərtibi buradan açsam. İşte bunu keçib deyərik. Yazmarsız hələlik trigonometriyaya aid düşənləri. Sonra bu 5-ci tipli suallar.
Dəqiqə açaq. AB parçası deyir ki, müstəvini C nöqtəsində kəsir. Bu fəzaya aid sualları da gözünüzdə böyütmək lazım deyil. Həndəsənin əsas anlayışlarıyla demək olar ki, bənzərdir. Müstəvi görəndə gözünüzü qorxutmayın. Müstəvini düz xətt olaraq çəkə bilərsiniz. Nə bilim, belə çək. Müstəvi nədir? Sənin dəftərin müstəvidir. Lövhə müstəvidir. Yəni, nəyisə üstündə nəsə qurursansa, buna müstəvi deyirlər. Qısacası. İndi AB parçasını çəkirəm. Kəsdi buranı, C-ni. C-də kəsdi, gördünüz. Parçanın ucları A ucu A1-ə qədər deməli 6-dır. B ucunun məsafəsi də B1 12-dir. A1C-nin C B1-ə nisbəti 1-in 2-yədir. Yəni, bura 1K-dır, bura 2K-dır o zaman. AB də 30 olarsa CB1-i tap. Buranı tap. Uşaqlar, bu sualda topluda işləmişdik sizinlə. Demişdim, belə şəkil aldınız. Bunu uzadın, belə. Bura 2K, 3K, 2K, 1K elədi 3K. Paralel köçürt burada 3K-da. Bura 6-dırsa bunun qarşısı da 6-dır. Hipotenuzu da 30 verib. Düzbucaqlı üçbucaq alıbsınız da. Katetin 18-dir, 3K-da 30-dur. İndi Pifagoru tətbiq eləyək ki, 18-in kvadratı üstə gələk 3K-nın kvadratı bərabərdir nəyə? 30-un kvadratına. Bu da neçə eləyir? 324 üstə gələk 9K kvadrat bərabərdir 900-ə. 9K kvadratını tapsam buradan. 900-dən 324 çıxanda nə qalır? 576. 576-nı 9-a böləndə 64. O da 8-in kvadratıdır. Gətirək yerinə qoyaq indi. CB1 2K idi. 2-ni 8-ə 16. Gördünüz? Sonra ehtimal mövzusundan çox qorxur uşaqlar, amma içində həqiqətən sadə suallar var. Ehtimal çox asandır. Əlverişli. Bəli. Düzdür, elə ehtimal sualı var ki, həqiqətən çox çətindir də. Amma o da narahat olmayın, buraxılışa heç vaxt o qədər çətin ehtimal sualı düşmür. Ehtimal nədir? Əlverişli halların, əlverişli yəni sizdən soruşulan bütün halların nisbəti. İndi baxırsan, P ilə işarə olunur özdə. Deyir ki, 5 mavi qeyd elə, 4 qırmızı kürəcik var. Məsələn, işləyəndə ümumiyyətlə qeyd eləyim mütləq. Təsadüfən çıxarılan 2 kürədən heç olmasa birinin qırmızı rəngdə olması. Sözləri qəşəng oxuyun. Azərbaycan dilini qəşəng bilirsiniz də hamınız. Deyir, heç olmasa qırmızı rəng biri. Nə deməkdir bu? Ya biri qırmızı olsun, ya da ikisi də qırmızı olsun. Birinci gəlin hələ birinin qırmızı olma ehtimalına baxaq. Mən 9 dənə kürədən, 9 kürə var da ümumi. İkisini seçirəm. Bu seçmələri də kombinzonla hesablayırlar. Kombinzon bunun üçün var. 9-dan 2. Qırmızı biri olsun deyir. 4 dənə qırmızıdan birini seç yəni. Onda biri də mavi olur. 2 kürə seçirdim axı. 5 dənə mavidən də birini seç. Və gördünüz 5-dən 1. Kombinzon da düsturu buydu. M-dən n bərabərdir. M faktorial bölək m minus n faktorial vuraq n faktorial. İndi burada mən 9-dan 2-ni hesablayıram. 9 faktorial, 9-dan 2 çıxıram. 7 faktorial, 2 faktorial. Faktorial nə idi? Məsələn, 7 faktorial Hasili. bəli, 1-dən 7-yə kimi hasil. 2 faktorial 1-dən 2-yə kimi hasil. İndi məntiqlə fikirləşin. 1-dən 9-a kimi alacam mənim. Bəli, bunlar gedir 7-yə kimi hasil. Çünki 9-a kimi hasilin içində 7-yə kimi hasil də var da. Qıraqda qalır bir dənə 8, 9. Gəlin bir dənə açıqlamasını da verim sizə. 9 faktorialın açılışı belə deyil. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 7 faktorialın da açılışı belə deyil. 1, 2, 3, 4, 5, 6, 7. Görürsünüz, bu hissəsi gedir. Ona görə deyirəm bir dənə 8, 9 qalır. Bu həmişə belə olur. Yəni, vaxtınızı itirmək üçün bir-bir yazmağınıza ehtiyac yoxdur. 2 faktorial da elə 2 eləyir. İxtisar eləsəniz 36. Gətirək yerinə yazaq.
Nədən 1 də yazırsansa elə onun özünü verir. 4-dən 1 4 eləyirəmşə, hesablamağınıza ehtiyac yox. 5-dən 1 də 5 eləyir. İxtisar etsəz 9-da 5. Bununla iş bitmir ha. Bu hələ bir ehtimalı idi. Yəni bu sual var ha. Buraxılışa düşə biləcək ən çətin ehtimal sualı. Yəni bundan o tərəfə düşəsi deyil. Burada heç olmasaya görə iş uzanır ha. Birinin desəydi 9-da 5 götürərdi. İndi gəlin ikisinin də qırmızı olma halına baxaq. Yenə yazıram. Məxrəcə 9-dan 2 bütün hallar 9 dənədən ikisi. Əlverişli nə də deyil, qırmızının ikisinin də seçilməsi. 9-dan 2-ni bayaq hesablamışdıq 36. Bir də lazım deyil. Mən niyə bura P yazdım? Kombinizon yazmaqda. Permütasyon yazırım. Yəni belə sualların hamısı kombinizonla işlənir. 4-dən 2-ni hesablayaq. 4 faktorial. 4-dən 2 çıxdım. 2 faktorial. 2 faktorial. 2 ilə 4 getdi. 2-dən 4-ə kim hansı ədədlər var? 3, 4 qaldı. Bununla da bu getdi 6. İxtisar etsəz 6-da 1. İndi və ya deyəndə ehtimalda toplamaq lazımdır. 9-da 5 bunun ehtimalıdır. 6-da 1 də bunun ehtimalıdır. Bu da ola bilər, bu da ola bilər. Ona görə ümumi ehtimalı toplayıb tapıram. 2 bura, 3 bura ortaq məxrəc eləsəm. 18-də 13 və salam. Deməli, heç olmasa birinin qırmızı rəngdə olma ehtimalı 18-də 13-dür. Sonra bir dənəsinə də baxaq, hansına baxaq. Və məsələn 13, yox bu keçməmişik, fırlanmadır. Müstəviyə aid bir dənə də sual var. Fırlanma düşür elə 11-ə. Bəli, bəli düşür. Onu izah eləyərəm dərsin, ondan sonra deyərik. Parça müstəvini, bayaqki suala bənzəyir. Kəsir, ucları da bir ucu 2 məsafədədir, bir ucu 6 məsafədədir. Verilən parça ilə həmin müstəvi arasındakı məsafəni tapın. Buranı soruşur da bizdən elə. Bu tipli suallarda nə edin demişdim? Bunu belə uzadın. Burada bir dənə düzbucaqlı üçbucaq yaransın. Belə işləmək asan olur. Bura neçədirsə, burada elə ondandır da. Mən bunu axtarıram deməli. Bu 2-dir, bu da 2-dir. Ümumi 8. Parçanın uzunluğu da 16 idi. İndi burada trigonometrik əlaqələr lazımdır biraz. Düzbucaqlı, üçbucaqlı bucaqları tapmaq üçün. Baxıram, qarşıdakı katet var, hipotenuz var. Qarşıdakı katetin hipotenuza nisbəti sinus alfa idi. Bunları əzbər bilmək lazımdır ki, sinus alfa qarşıdakının hipotenuza nisbətidir. İxtisar gedir 2-də 1. Gəlin bu qaydaları yazdırım, istəyirsiniz yazın bunları öyrənin. Bunlar əslində 9-cu sinif materialıdır. Sadəcə çox vaxt nə məktəbdə keçirlər bunu. Qeyd eləyərsiniz bunun qaydasını. Yazıram. Sinus alfa bərabərdir. Qarşıdakının hipotenuza nisbəti. Kosinus alfa bərabərdir. Bitişiyin hipotenuza nisbəti. Bax, alfaya bitişik bucaqda B. Tangens alfa bərabərdir. Qarşıdakı katetin bitişik katetin nisbəti. Katangens alfa bərabərdir. Bitişiyin qarşıdakına nisbəti. Ümumiyyətlə, tangenslə katangens həmişə bir-birinin tərsidir. Bunu da yadda saxlayın. Bu da belə. İndi nə deyəcəkdim? Bu sualın incəlini axıra çatdıraq. Sinus alfa 2-də 1-dirsə, burada da trigonometrik cədvəl əzbər bilmək lazımdır ki, 2-də 1-i harda alır? 30 dərəcədə alırdı sinus. Deməli, alfa oldu 30 dərəcə. Yəni, buradan, ay uşaqlar, nələri keçmişik, seçib yazarsınız. 120 sualdır, düz. Hamısını keçməmişik. Yəni, özünüz görəsiniz. 120 deyib gözünüzü qorxutmayın. Ancaq keçdiklərimizi yazın. Belə 120-nin Keçmədiklərimizi 50-sini keçmişik. hə, o 50 dənə keçmişik, onları da yazın. Keçmədiklərimizi də hər dəfə çatdırdıqca mən izah verəcəm. Bəli, oldu. Məlumatınız olsun hər sualdan. Başqa sözünüz, sualınız var?
Mənim yox, aynen. Məndə yoxdur mənim. Əslində sınava da baxmaq istəyirdim. Sadəcə Aysu da yoxdur. İstəyirdim o da suallarını versin. O dəfədən qalıbdı. Belə, ay uşaqlar, vaxt eləsəz 6-cı gündə qoşulaq. Sınaq saat işləyək nəsə. Vaxt eləsəz deyəndə mən sizə vaxt uyğunlaşdıra bilmirəm. Hansı saat deyirəm, birinci uyğun gəlir, birinci uyğun gəlmir. 2, 4, 6 mən 6-dan sonra boşam, aynen. Hə, yəni 6-cı gün belə boş olsaz, axşama yenə salarıq. Qrupda danışarıq onda deyərsiniz. Oldu mənim, sağ olun. Oldu, sağ olun, hələlik. Müəllimə gəzəniz xeyir qalsın. Xeyrə qarşı, sağ ol. Sağ ol.